Rusiyada vətəndaşlıq siyasəti ilə bağlı yeni və kifayət qədər sərt təklif gündəmə gəlibdir. Hüquq mühafizə orqanlarının rəhbərliyi tərəfindən səsləndirilən təşəbbüsə əsasən qəsdən törədilən ağır və xüsusilə ağır cinayətlərə görə sonradan əldə olunmuş Rusiya vətəndaşlığının ləğvi mümkün ola bilər. Təklif müəlliflərinin fikrincə bu addımın məqsədi dövlətlə vətəndaş arasında olan siyasi hüquqi bağın mahiyyətini qorumaqdır. Bildirilir ki, ağır cinayət törədən şəxs faktiki olaraq bu əlaqəni özü pozur və belə halda sonradan qazanılmış vətəndaşlığın saxlanılması cəmiyyətin ədalət hissinə və dövlət institutlarına inama mənfi təsir göstərə bilər. Hazırda qüvvədə olan qanunvericiliyə görə vətəndaşlığın ləğvi əsasən terrorçuluq cinayətləri, ictimai təhlükəsizliyə və cinsi toxunulmazlığa qarşı müəyyən ağır əməllərlə məhdudlaşır. Yeni təşəbbüs isə bu siyahının əhatə dairəsini xeyli genişləndirməyi nəzərdə tutur və istənilən qəsdən törədilmiş ağır və ya xüsusilə ağır cinayəti bu kateqoriyaya daxil etməyi təklif edilir. Ekspertlərin qənaətinə görə belə dəyişiklik qəbul edilərsə, bu həm miqrasiya siyasətinə, həm də insan hüquqları müstəvisində müzakirələrə səbəb ola bilər. Bir tərəf bunu ictimai təhlükəsizliyin gücləndirilməsi kimi qiymətləndirir, digər tərəf isə hüquqi bərabərlik və vətəndaşlıq institutunun sabitliyi baxımından risklərə diqqət çəkir.